Salam dostlar. Bugünkü dərsimiz JavaScript'te data strukturlara girişdir. Data strukturlara girişdir və data strukturlar nədir və biz niyə istifadə edirik data strukturlardan, onlar haqqında danışmaq olacaq. Və bunun üçün biraz xatırlama eləmək lazımdır ki, bizim öyrənmə tempimiz necədir? Biz birinci nə öyrəndik? Variable'lar, məlumat növləri, operatorlar, sonra funksiyalar və funksiyalardan sonra şərtləri öyrəndik və bunların hamısının məqsədi bir proqram yaza bilməyə doğru addımlamaqdır. İndi bugün artıq biz bir addım daha qabağa gedəcəyik. Nə edəcəyik? Artıq biz məlumatların necə bir yerdə toplana biləcəyini öyrənmək istəyirik. Yəni ki, mən variable-la, məsələn, gəldik burada, mən misal üçün qabağıma məqsəd qoyuram ki, mən nə edəcəm? Bir necə deyirlər, bir qrupda mənə olan müştərilərim var və mən bu müştəri məlumatlarını istifadə etmək istəyirəm. Yəni ki, müştəri məlumatları nədir? Adı, soyadı, e-maili, ondan sonra telefon nömrəsi. Mən bunları bir yerdə yığıb toplamaq istəyirəm. Düzdürmü? Və bunun üçün mənim bu vaxta qədər bildiyim mövzu sadəcə bir məlumatı saxlamaq üçün mən nədən istifadə edirəm? Sadəcə dəyişəndən istifadə. Məsələn, mən deyəcəm ki, customer name, gələcəm bura, deyəcəm ki, məsələn, olsun bu, deyək ki, customer name'də deyəcəm ki, John. Düzdürmü? Ondan sonra John Doe deyək buna. Hələ ki. Ondan sonra deyəcəm ki, burada deyəcəm ki, let customer email bərabərdir. Deyəcəm ki, John gmail.com. Mən buradan kodleti aktivləşdirib kodletməyimə dəstək olsun ki, rahat kod yaza bilək. Ondan sonra deyirəm ki, customer phone. Gəldim bura deyirəm ki, bu şəkildə belə bir telefon nömrəsi olsun. Və buradakı məlumatlara diqqət edirsə, bu sadəcə bir istifadəçiyə, bir customer'a, bir müştəriyə aid olan məlumatlardır. Yəni, customer name, customer email və customer phone. Mən ikinci, əgər müştərini yazmaq istəsəm, deyəcəm ki, customer second name bu şəkildə yazacağım. Ondan sonra deyəcəm ki, customer second email bu şəkildə yazacağım və əgər mənim buradakı məlumatlarım çoxdursa, istərsən bu mənə problem yaradır. Mən avtomatik olaraq bir struktur fikirləşməliyəm ki, mən bu məlumatları necə bir yerdə yazım. Okay. İndi bunun üçün JavaScript bizə nə verir? JavaScript deyir ki, data strukturlar JavaScript'te geniş anlayışdır. Amma biz hal-hazırda onlardan sadəcə ikisini öyrənəcəyik. Arraylər və obyektlər öyrənəcəyik. Ondan sonra stack var, queue var, ondan sonra digər data strukturlar var. Hansı ki, onlar irəli səviyyəli dərslərdə izah olunacaq mövzulardır. Çünki o mövzular, o dediyimiz mövzular biraz da advanced level istifadəyə yararlı olduğu üçün biz o mövzulara ancaq advanced JavaScript mövzularında girəcək. İndi JavaScript ilkin olaraq deyir ki, belə bir fəlsəfəsi var. Deyir ki, mən məlumatları bir yerə toplu yerə yığmaq istəyirəmsə, məlumatlar iki tip ola bilər. Məsələn, mən istəyə bilərəm ki, birinci halda deyə bilərəm ki, sadəcə bir ölkələrin adlarını bir yerə yığmaq istəyirəm. Yəni, daha rahat istifadə etmək istəyirəm. Ondan sonra deyirəm ki, country names array deyə. Və mən buradan countries deyə ad verirəm. Deyirəm ki, buna ad verirəm və bunun içərisində artıq mən yerləşdirəcəm, məsələn, bu şəkildə deyir ki, sən ölkə adlarını bu şəkildə yerləşdirə bilərsən. Və mən bunun içərisində artıq belə bir qablaşdırma edir.
Yəni, əgər mən eyni tipli məlumatları bir yerə yığmaq istəyirəmsə, məsələn, deyək ki, England, bu şəkildə mən məlumatları yığdım bir yerə. Ölkə məlumatları. Bunları görürsünüz ki, bunun içərisinə yığdığım məlumatlar eyni tipli məlumatlardır və bu kvadrat mötərizənin içərisinə yazılır və bu nə deməkdir? Bunun gəlin biz şəklini çəkək ki, tam başa düşə bilək. JavaScript deyir ki, mən əgər eyni tipli məlumatlar yığırsansa bir yerə, bunu belə fikirləşə bilərik. Deməli, belə bir struktur var, belə bir qutu var və qutunun içərisində xırda qutular var. Bu şəkildə xırda qutular. Mən bu qutuları nömrələyirəm, sıfırdan başlayaraq. Bura deyirəm 0, sıfırıncı qutu, böyük qutunun içərisindəki sıfırıncı qutu. Bura deyirəm birinci qutu. Bura deyirəm 2, bura deyirəm 3. Bu şəkildə bir struktur özündə fikirləşirəm və burada gəlin, indi bu bizim yazdığımız kodun buradakı mənası nədir, ona baxaq. Deməli, mən burada countries yazmışamsa, bu countries nəyə işarət edir? Mənim böyük qutuma işarət edir. Ondan sonra mən bunun içərisinə gəldim, məlumatları yazdım. Dedim ki, məsələn, Turkey bu qutunun içərisinə. Ondan sonra bundan bir dənə də yerləşdirdim. Turkey yazdım. Turkey. Ondan sonra gəldim Azərbaycan yazdım və England yazdım. Diğerlərini yazmayacağım uzun olmasın deyə və bu şəkildə yazdım. Və deyir ki, burada məsələlər nədir? Deməli, burada yazdığım məlumat budur. Qutunun içərisində yerləşdirdiyim məlumat budur, budur və budur. Və bunun avtomatik olaraq mən kvadrat mötərizə yaradanda bunu yaradır mənim üçün. Və bu nömrələməni də JavaScript özü avtomatik edir. İndi burada biz bu şəkildə məlumatların bir yerə yığılmasına index value metodu deyirik. Index nədir burada? Index bunlara verilən nömrələrdir. Sıfırdan başlayan nömrələrdir. Value isə o indeksdə olan qutunun içərisində yerləşdirilən məlumatdır. Məsələn, Turkey value'dur. 0 indeksdir. Azərbaycan value'dur. 1 indeksdir. England value'dur. 2 indeksdir. Və mən bu şəkildə eyni tipli məlumatları bir yerə yığa bilərəm. Bəs indi sual oluna, bundan sonra avtomatik olaraq bir sual gələ bilər ki, mən məsələn buradakı məlumatları əldə etmək üçün, məsələn Azərbaycan məlumatını əldə etmək üçün nə etməliyəm? Bunu eləmək üçün də çox bəsitdir. Deyirəm ki, mən ekranda göstərmək istəyirəm nəyi? Bu şəkildə deyirəm ki, mənə göstərin countries. Bunu countries şəklində verəndə bu bütün o countryləri, ölkə adlarını buradan baxaq, Node.js bu şəkildə verir. Belə, bu sistemdə verir. Hətta bunu daha maraqlı da görə bilmək üçün console, bu səhv eləmirəmsə table deyə bir şey var idi. Console table. Console table deyə bir şeydən də istifadə eləsək, bu şəkildə mən bunu görə bilərəm. Yəni ki, bu avtomatik mənə oradakı indekslərin nə olduğunu və value'ların nə olduğunu göstərir. Yəni, bu şəkildə mən daha rahat başa düşə bilirəm ki, bu yerləşdirdiyim məlumat nədir? İndi, bəs mən bunun içərisində olan, məsələn, deyək ki, Azərbaycan məlumatını ekranda göstərə bilmək üçün deyəcəm ki, console log, məsələn, countries və bura yazıram, qabağına kvadrat mötərizə yazacağım və bura indeksini yazacağım. Azərbaycanın indeksi neçədir? Diqqət edirsinizsə 1-dir. Dolayısıyla mən bunu yazanda bu mənə Azərbaycan məlumatını verəcək və istədiyim indeksə bu şəkildə müraciət edə bilərəm. Data strukturların əsas mahiyyəti, iki əsas mahiyyəti var. Bir, məlumatların sistemli şəkildə bir yerə yığılması. İkinci, onun içərisindəki istənilən məlumata rahatlıqla əldə oluna bilməsi. Bu əsas iki məqsəddir data strukturlarının, yəni məlumatların bir yerə yığılmasının əsas iki məqsədir. Ondan sonra ikinci bir
şey var, məlumatların bir yerə yığılmasında ikinci bir yanaşma var. Bu da nədir? Biz buna deyəcəyik ki, key value pair deyəcəyik. Buna index value pair deyirlər. Bu şəkildə yığılmağa index value pair. Cütlük, pair cütlük deməkdir. Index value cütlük. Yəni indekslər var və value. Ondan sonra ikinci bir yanaşma var. Məsələn, əgər mənim deyək ki, yığacağım məlumatlar burada eyni tipli deyilsə, və mən bundan daha necə deyirlər, fərqli şəkildə məlumatlar bir yerə yığa bilmək istəyirəmsə, burada artıq fərqli bir struktur var. Biz də ona obyekt strukturu deyirik. Məsələn, deyək ki, customer data object. Customer object deyirəm və burada deyirəm ki, mən bir dənə customer yaradıram, adına customer deyirəm və bunun içərisində mən gələcəm burada bu şəkildə bunların adlarını, soyadlarını bu şəkildə yerləşdirəcəm. Ondan sonra city və s. və s. Mən indi nə yığmaq istəyirəm? Adını, soyadını, e-mailini və telefonunu yerləşdirmək istəyirəm. Onun üçün gələcəm, deyəcəm ki, bura e-mail yazma şəkli budur. Diqqət edirsinizsə, phone bu şəkildə mən bunu yazdım. Və indi burada sonuncu elementdə nöqtəli vergül qoymağa ehtiyac yoxdur. Buna biz bu şəkildə yığmağa, bunun strukturu necədir? Məsələn, mən gəldim bura John deyirəm, John Doe olsun. Surname-ə ehtiyac görmürəm, adının çox uzun olmasın deyə işimiz. Ondan sonra gəlirəm bura, deyirəm ki, email john@gmail.com deyirəm və burada fona da deyirəm ki, olsun plus 994 və s. və s. Neysə, belə bir adlandırma elədim və burada diqqət edirsinizsə və indi əslində buradakı məlumatlar da eyni tipli kimi görünə bilər. Hamısı string, düzdürmü? Amma bu məlumatların mahiyyəti fərqlidir. Yəni biri addır, biri e-maildir, biri də telefon nömrəsidir. Və indi burada ağlınıza gələ bilən sual ola bilər ki, niyə telefon nömrəsini string olaraq ifadə elədim? Çünki telefon nömrəsinin üzərində hər hansı bir yazı əməliyyat aparılmayacağı üçün mən onu string olaraq qeyd elədim. İndi bunun yanaşma tərzi necədir? Bu strukturun yanaşma tərzini yenə mən burada bir dənə qutu yaradıram. Böyük qutu yaradıram, pardon. Bircə dəqiqə bunu belə eləyək. Bir dənə qutu yaradıram. Və bunun içərisində yenə balaca qutular yaradıram. Bu dəfə o birisindən fərqli olaraq bura indeks yox, mən key yazıram. Yəni ki, mən bura yazıram. Bu qutunun adına qoyuram indeks yerinə name verirəm ona. Ad verirəm. E-mail və phone. Bu şəkildə yerləşdirirəm. İndi bunu eyniləşdirməyə çalışsaq, deməli, burada necə eləyəcəyik biz? Bu şəkildə. Gəldik bura. Bu buna işarət edir. Bu qutuya işarət edir. Ondan sonra bu name-ə işarət edir. Bu məlumat isə bunun içərisində olan məlumat. Bu şəkildə biz məlumatların bir yerə yığılmasına biz bundan şeydən fərqli olaraq key value pair deyirik. Key value pair. Key value pairs. Yəni burada mənim bunlar keylərdir. Hətta bunu buradan daha rahat görək. Console table customer deyə buna rahatlıqla baxa bilərik. Və buradan gəlib mən buna baxdığım zaman burada görürsünüz ki, bu orada indeks olaraq yazım, amma əslində bu keydir. Yəni mən bunun içərisində artıq bu məlumatın içərisində görürsünüz ki, bayaqları rəqəmlər var idi, amma burada name, email, phone deyə keylər var. Və mən indi buna gərək, buna necə müraciət edəcəm? Burada müraciət eləmə şəkli necədir? Belə. Burada iki cür müraciət eləmə formatı var. Birincisi, burada mən gəlib customer nöqtə name deyə bilərəm. Nöqtə ilə müraciət edə bilərəm bu şəkildə. İkinci bir yanaşma şəkli, ikinci bir müraciət şəkli də budur. Customer dırnaq içərisində name.
Bu şəkildə də mən buna müraciət edə bilərəm. İndi ikisinin də vəzifəsi eyni kimi görünsə də, onda sual yarana bilər ki, niyə madəm nöqtə neyimlə mən müraciət edə bilirəmsə və ya bu şəkildə müraciət edə bilirəm, bu iki müraciət forması arasında fərq nədir? Bunu analiz eləmək lazımdır. Bu nə vaxt istifadə olunur? İndi mən əgər burada keyləri təyin eləyəndə, burada müəyyən qaydalar var. Keylər ingiliscə hərflərdən ibarət olmalıdır. Arada boşluq ola bilməz. Xüsusi special xarakterlər ola bilməz. Yəni ulduz, slash və s. kimi adlandırma şəkillər ola bilməz keylərdə. Çünki bunu necə ki variable'larda biz özəl xarakterlər istifadə edə bilmirik və s. edə bilmirik. Bunları istifadə edə bilmərik. Əgər mən standartlara uyğun, bu adlandırmalara uyğun olaraq mən bir dənə key yazmışamsa, burada name, email, phone kimi, mən onda nöqtə qoyub müraciət edə bilərəm. Amma ikinci bir məsələdə burada şey deyə bilər ki, məsələn, mən bura belə bir şey yazmışam. Deyək ki, ulduz, 5, ulduz, 12 və belə bir special xarakterlər istifadə eləmişəm və s. və s. Belə bir key yazmışam. Bunu deyəcəksiniz ki, buna harda ehtiyac ola bilər? Çox spesifik hallarda ehtiyac olur, amma əsasən biz nöqtədən istifadə. Amma bunu da bilməyiniz lazımdır ki, fərqləndirməni düzgün edə biləsiniz. Belə key vermək istəyəndə ki, bizim keylər həmişə string məlumatlar olmalı, rəqəm ola bilməz. Dolayısıyla mütləq şəkildə keylərin data tipi string olmalı. Dolayısıyla mən bunu nə edirəm? Gəlib dırnaqda yazırım. Baxın, bu şəkildə dırnaqda yazdığım zaman artıq bunu mən key olaraq istifadə eləyə bilərəm. Key olaraq istifadə edə bilərəm və buna müraciət elədiyim zaman da mən bu şəkildə müraciət edə bilərəm. Gördüyünüz kimi. Pardon. Buna bu şəkildə gəlib müraciət edə bilərəm. Gördüyünüz kimi. İndi bu tərcih olunma tamamən buna bu artıq siz proqramı siz təyin edəcəyinizə görə buradan bu şəkildə istifadə edə bilərsiniz. Necə istifadə edərsiniz, bundan istifadə edə bilərsiniz. Ondan sonra key value pair'də fərqli bir yanaşma, fərqli bir işlə görə bilirik biz. O da nədir? Mən bura sadəcə variable'lar və ya dəyişənlər yox, yəni keylər yox. Keylər iki tipdə ola bilir. Yəni mən bura sadəcə bu şəkildə keylər yox, mən bura funksiyada əsayin edə bilərəm. Yadınızdadırsa biz funksiyaları keçəndə funksiyaların təyin olunmasında belə bir yaratmışdıq. Belə bir foo, məsələn getName deyə bir metod yaradanda dedik ki, üç cür əslində metod yarada bilərik. Birincisi function declaration, function keyword ilə, ikincisi isə function assignment. Bu şəkildə bir function yarada bilər. Diqqət edirsinizsə. Və mən buradan istifadə edəcəm. Yəni bu yanaşma tərzini mən obyektlərin içərisində də istifadə edə bilərəm. Key value pair'lərdə istifadə edə bilərəm. Necə? Məsələn, mən deyəcəm ki, burada getName adında bir funksiya yazacağım və bunu bu şəkildə təyin edəcəm. İndi burada xüsusi bir keyword gəldi bizim qabağımıza. 13-cü sətirdə diqqət eləsək, this keyword. Bunlar haqqında biz obyekt yönümlü proqramlaşdırmanı keçəndə daha detallı danışacaq, amma indi buradakı this keyword'ünün məqsədini, niyə var? This keyword deyirəm, çünki bu JavaScript-də var olan bir keyworddur. Bu nəyə işarət eləyir? Bu əslində deyir ki, mən getName nəyin içərisindədir? Customer'ın içərisindədir. Burada mənim this yazmağım əslində nəyə işarətdir? Deyir ki, this buna işarət edir. Hansı obyektin içərisindəyəmsə, məsələn, getName nə hansı obyektin içərisindədir? Customer obyektinin içərisindədir. Dolayısıyla this ona referans verir. Yəni ki, this name yazmaq əslində customer.name yazmaqla
eyni məqsəd daşıyır. Və bu əslində nə mənə verəcək? Gəlib mən buna müraciət etmək üçün isə gələcəm, deyəcəm ki, customer nöqtə get name və bu metod olduğu üçün, funksiya olduğu üçün mən bu mötərizələrdən istifadə edəcəm. Baxın, və bu return elədir. Və mən bunu niyə ekranda görmədim? Çünki return funksiyadır və mən bunu deyəcəm ki, console logla mən bunu ekranda göstərəcəm bu şəkildə. Buna gələcəm belə, bunlardan istifadə edəcəm. John Doe olaraq mənə deyəcəm. İndi bu artıq iki main əsas məlumatların bir yerə yığılması şəklidir. Aradakı fərqlərə diqqət eləsək və biz nə vaxt bunlardan istifadə edəcək? Arraylər, bunlara biz arraylər deyirik. Arraylər daha çox eyni tipli məlumatların bir yerə yığılmasında istifadə olunur. Ondan sonra obyektlər isə fərqli tipli məlumatları və gördüyünüz kimi eyni zamanda metodları da customer'la, məsələn mən burada yazdığım metod nə ilə əlaqədardır? Customer'la əlaqədardır. Dolayısıyla customer'la əlaqədar olan bütün məlumatları mən bu şəkildə yığa bilərəm. İki tip məlumatlar, customer'la əlaqədar olan statik məlumatlar, yəni ki, onun xüsusiyyətləri, sonradan biz bunlara property deyəcəyik. Obyekt yönlü proqramlaşdırmaya keçəndə property deyəcək və onunla əlaqədar, o obyektlə əlaqədar olan, görüləcək olan işlər, çünki funksiyalar nəyi işarət edir? Görüləcək olan işlərdir. Əgər mən o customer'la əlaqədar görüləcək olan işləri də burada qeyd edə bilərəm. Bunlara da biz metodlar deyəcəyik. Yəni ki, bizim burada istifadə elədiyimiz struktur, obyekt strukturu bizim üçün daha kompleks məlumatların bir yerə yığılması üçün istifadə olunan bir strukturdur. İndi bunları bilmək önəmlidir. Amma bunları mən necə istifadə edəcəm, bunlardan nə edəcəm, nə vaxt istifadə edəcəm, bu mənim üçün əhəmiyyətlidir. İndi gəlin belə bir şey fikirləşək. Deməli, mən burada buna dedim ki, countries eyni tipli məlumatlar üçündür, customer fərqli məlumat. Mən bəs indi 5 dənə istifadəçini, yəni customer'ın məlumatlarını bir yerə toplamaq istəyirəm. Yəni, bunu iki data strukturu mix eləmək istəyirəm. Necə? Deyirəm ki, mən buradan gəlirəm, bir dənə yaradıram, deyirəm ki, let customers, yəni bütün müştəriləri bir yerə yığmaq istəyirəm. Bunun üçün, baxın, customers adı verdim, diqqət edin. Customers'da mən bura eyni tipli məlumatları yığacam. Amma bu məlumatların növü nə olacaq? Diqqət edin indi. Mən buradan götürəcəm, bunun məlumatını yerləşdirəcəm bura. Bu birinci mənim müştərim. Ondan sonra gələcəm ikinci müştəriyə. Buna deyəcəm ki, məsələn, gələk, name John Doe olmasın. Bunu biraz daha fərqləndirək. Bura deyək ki, Albert Einstein olsun. Buna Albert deyək və bu nömrədə qalsın və bu şəkildə olduğu kimi qalsın. Və diqqət edirsinizsə, mən bura ad vermədim, baxın. Bu ümumi bir strukturdur. Mən buna ad da verə də bilərəm, verməyə də bilərəm. Amma indi mən deyəcəksiniz ki, bəs burada mən bu elementlərə necə müraciət edəcəm? Mən bunu silirəm, yəni bunu komment alıram, bu da görünməsin. Və indi gəlin buna baxaq. Bunun mötərizəsini də bağladıq və bunları alt-alta yazıb, yan-yana yazmaq sizin tərcih səbəbinizdir. Daha oxunaqlı olması üçün mən alt-alta yazıram bu şəkildə, sistemli oxuna bilməsi üçün. Gələk indi console table edək. Nəyi? Customers. Customers'ı console table edək, baxaq. Bunu silim. Gəldim, dedim ki, Node.js. Baxın. Bu mənə belə bir cədvəl verdi. Dedi ki, 0-cı indeksin, baxın, avtomatik bir table yarattı mənim üçün, görürsünüz. Sütunları var. Bu şəkildə birinci sətirdə nə var? 0-cı indeksdə nə var? John Doe var, John var, bu var, bu var. Ondan sonra birinci sətirdə nə var? Bu var. Yəni, burada mən bir kompleks bir data sistemi yaratmış oldum. İndi bəs, mən məsələn, Albert Einstein'in məlumatını ekrana çap eləmək istəyirəm. Bunu necə müraciət edəcəm? Baxacam.
Deməli, burada 2 dənə obyektim var. Baxın, 2 dənə obyektim var. Birinci, ikinci obyektim. Sıfırıncı indeks, birinci indeks. Deməli, mən Albert Einstein hansı obyektimin içərisindədir? İndeksi 1 olan obyektimin içərisində. Dolayısıyla deyəcəm ki, get, zəhmət olmasa, indeksi 1 olan obyekti mənə göstər. Baxaq. Bu şəkildə göstərir, gördüyünüz kimi. Yəni, bunun tipi də nədir? Obyektdir. Yəni, dolayısıyla artıq mən bundan sonra bu isə nədir? Key value pair. Buna da müraciət eləmək üçün mən nə edəcəm? Gələcəm, deyəcəm ki, name'ini mənə göstər. Diqqət edirsiniz. Bu şəkildə mən artıq məlumatları iç-içə yerləşdirib onlardan daha sistemli şəkildə istifadə edə bilirəm. Sistemli şəkildə istifadə edə biləcəm. Bu, mənim üçün, yəni proqramçı üçün çox önəmli məsələlərdən biridir. Yəni, məlumatların necə yığılacağını, hansı formada yığılacağına qərar vermək və onlardan necə istifadə edəcəyimi bilmək. Bunlar önəmlidir. İndi burada diqqət edirsinizsə, mən bu customer'ı yazım. Customer'ı kommentdən çıxardım. Bu, burada, baxın, customer nöqtə, deyək ki, get name yazdım mən, düzdür? Bu sintaks sizə deyil, belə deyək də, qəribə gəlmir. Buna bənzər bir şey istifadə eləmişsiniz. Nə, məsələn? Bayaq istifadə edədiyimiz console log. Ondan sonra console table. Və s. və s. İndi baxın, bunların arasında struktural bir bənzərlik var. Deməli ki, mən buradan belə başa düşürəm ki, console da burada bir obyektdir. Log onun metodudur. Console bir obyektdir. Table onun metodudur. Bu şəkildə, bu konsol hardan gəlir? Konsolu kim yaratdı? Bunu da biz buradan baxa bilərsiniz ki, bunlar JavaScript tərəfindən hazır verilmiş obyektlərdir. Məsələn, bu konsol obyektidir. Bunun məsələn definitionına baxsaq, bu əslində JavaScript tərəfindən yaradılmış hazır bir obyektdir. Bu detallara sonra girəcək, baxmaq üçün. Və bunlar hazır yaradılıb və bizim istifadəmiz üçün hazır metodları var və hazır propertylər var. Dediyimiz kimi, property nə idi? Sabit dəyərlər idi. Metodlar isə dinamik dəyər, funksiyalar idi. İndi məsələn, və burada da JavaScript bizim üçün həddən artıq çox gözəl işlər görüb. Yəni, biz bunlara, bu tipli obyektlərə built-in obyektlər deyirik, yəni JavaScript tərəfindən hazırlanmış, hazır verilən obyektlər, objects. Bu isə, custom-a isə bunlara custom objects deyirlər. Custom objects. Və biz özümüz də obyektlər yarada bilərik, propertylər yarada bilərik, metodlar yarada bilərik ki, necə ki, burada yaratmışıq. Və eyni şəkildə də biz hazır istifadə olunan obyektlərdən də istifadə edə bilərik. Məsələn, bunlar nədir? Misal üçün, JavaScript, deyək ki, bunu bir dənə saxlayaq. Məsələn, bu bir arraydir, düzdürmü? JavaScript arraylər üçün hazır metodlar yazır. Hansı metodlardır bunlar? Məsələn, countries yazsaq və hətta nöqtə qoysaq, burada bu countries üçün, məsələn, mən burada deyək ki, nə istəyirəm? Burada neçə element olduğunu öyrənmək istəyirəm. Yəni, bu array'in içərisində neçə element olduğunu öyrənmək istəyirəm. Bunun üçün mən bundan istifadə edəcəm. Countries nöqtə length. Bu hazır bir property'dir. Bu mənə nə verir? Baxaq. Gedək. Console log. Bu bir property'dir. Mənə o array'imin uzunluğunu verəcək. Clear edək. Node.js. Mənə uzunluğunu verir. Mən sabah bunu siləndə, bunu sildim, məsələn 2 dənəsini sildim. Bu mənə nə verəcək? 12 verəcək, 11 verəcək. Bu hazırlanmış bir metoddur. Ondan sonra məsələn,
Mən deyirəm ki, bunun içərisində məsələn countries'in içərisində nələrisə birini silmək istəyirəm, bir elementi silmək və ya buna bir element əlavə eləmək istəyirəm. Countries.append və ya push deyirəm buna. Push məsələn nə işə yarayır? Deyir ki, əgər bu var olan bir array'in içərisində yeni element əlavə eləmək istəyirsinizsə, bundan istifadə edəcəksiniz. Bu məsələn nə verir mənə? Onun əlavə olunmuş variantını verir. Mən gəlsəm console table eləsəm, burada countries'i, bu mənə baxın nə verəcək. Gördüyünüz kimi bu əlavə olunmuş şəkildə mənə gəldi Rusiyanı da əlavə eləmiş olduq. Bunu mən burada niyə göstərə bilmirəm? Çünki bu yuxarıya çəkildi və burada mən bunu buradan əlavə edib göstərə bilərəm. Burada məndə bir problem yarandı, onu göstərmir. Console log eləyək və ya console table eləyək, bir də burada görünə bilər. Baxın, burada Rusiyanın sonuncu elementi əlavə eləmiş oldu. Gördüyünüz kimi. Və bunun kimi, bu metod kimi, məsələn, array obyektlər, bu bir obyektdir. Bu bir obyektdir. Yəni, bir obyekt yaradırıq və bunun içərisində, bunun üçün JavaScript tərəfindən hazırlanmış hazır metodlar var. Metodlar, propertlər var. Bunların siyahısına buradan baxa bilərik. Məsələn, gəldik JavaScript array methods. Bunlar array metodlardır. Ondan sonra bu şəkildə JavaScript gördüyünüz kimi burada hazır metodlar, method reference deyək. Method reference. Buradan görürsünüz ki, bu JavaScript'in istifadə oluna biləcək, yəni hazır gələn metodları burada verilib və buradan istifadə edə bilərik. Və bu şəkildə JavaScript bizə hazır obyektlər verir. Özü hazırladığı obyektləri verir. Məsələn, bu hazır obyektlər nələr? Hazır obyektlərdən məsələn, bir dənə math adında obyekti var. Math adında obyekti var. Ondan sonra deyək ki, bu nə üçün lazım? Məsələn, deyək ki, math.random hazır metodlardır bunlar. Bu nə edir məsələn? Deyək ki, bir dənə randomdən rəqəm istehsal etmək istəyirsən, məsələn. Riyazi işləri görə bilmək üçün console log math.random. Bu mənim üçün nə edəcək? Bir dənə rəqəm generate edəcək. 0 ilə 1 arasında təsadüfi bir rəqəm istehsal edir. Baxın. Okay. Bu məsələn məsələ. Ondan sonra məsələn date var. Yəni məsələn mən burada gəlsəm, desəm ki new date, bunu sonradan izah edəcəm. Date deyəcəm. Bu məsələn mənə nəyi verəcək? Bugünün tarixini verəcək. Gördüyünüz kimi. Yəni bu tipdə JavaScript daxilində hazırlanmış hazır obyektlər var. Amma bizim bugünkü deyək ki, dərsimizi, sonraki dərslərimizdə ilk olaraq istifadə edəcəyimiz müəyyən arraylərin üzərində biz çox işləyəcəyik. Array metodlarının üzərində çox işləyəcəyik və növbəti dərsdə artıq bunların ən çox istifadə olunan metodlar və bu metodların necə istifadə olunması lazım olduğu və onların istifadə yerlərinə görə artıq yavaş-yavaş alqoritmik məsələlər həll etməyə biz girişəcəyik. İndi bu dərsin əsas mahiyyəti ondan ibarətdir ki, biz məlumatları bir yerə düzgün şəkildə yığmaq lazımdır. Düzgün şəkildə yığmaq və o məlumatlara necə müraciət eləmək lazımdır. Bunların məntiqini biz özümüzdə analiz eləməliyik. Və bu vaxta kimi gördüyünüz kimi öyrəndiyimiz mövzuları belə deyək, bir cığı şəklində əlavə eləyəndə görsəz ki, yavaş-yavaş addım-addım artıq biz proqram yaza bilməyə doğru gedirik. Okay, belə, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.